أوصيكم ونفسي بتقوى الله. İkinci xütbədə əsas qurbanın şəri məsələlər bəhsində var ki, fiqh kitablarında, əməliyyə risalələrində qurban kəsməyin qaydaları qeyd olunub. Birinci qayda 4 damarın tamamilə kəsilməsi. Bir damar nəfəs borusu, 2 qida borusu, 3 nəfəs və qida borusunun yan tərəfində olan 2 böyük damar ki, bunlar kəsilməlidir ki, qurban halal olsun, kanun burasın. Şərtləri, hansı şərtlər var qurban kəsməkdən? İstər kişi olsun, istər qadın olsun, müsəlman olmalı, qurbanı kəsən gerək müsəlman olsun. Yəni, xristiyan çağır və 40 dənə bismillahın xeyri, yəni müsəlman kəsməli heyvan. Amma yaxşını pisdən ayıran uşaqla kəsərlər. Əgər uşaq olsa, kəsə bilirsə, o uşaq ki, yaxşını pisdən ayırmaq, təklifə çatmaq vaxtıdır, kəsə bilirsə, kəsə bilər. İmkan daxilə dəmir bir şeylə kəsirlər. Çağ və yaxud da iti bir şeylə heyvan kəsilsin. Kəsilən zaman üzü qibləyə olmalıdır. Müstəhəbdir ki, kəsən insan ki, heyvanı kəsin, özü də qibləyə yansın. Müstəhəbdir. Amma bəzən olmur ki, kəsən qibləyə yanması müşkülü yoxdur. Amma özü yansın müstəhəbdir. Amma heyvan mütləq qarı hissəsi qibləyə olmalıdır. Kəsərlə bismillah demək ki, heyvan kəsilmə şərtlərindən kəsəndən sonra heyvanı tərpətmək. Təklərini qoyur, tərpət ki, bədənindəki qan tam axıb tökülsün. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Nə qədər ki, qan axmalıdır, heyvandan o qədər axmalıdır. Az axırsa, heyvanda müşkül var, kəsilməsində müşkül var. Kəsənin məqsədi niyyət olmalıdır ki, mən qurban kəsirəm. Yoldan kesilir, bilmir, neyi niyyət dəminin başını kes, yox. Kəsənin niyyət olmalıdır. Vacib ehtiyat əsasən heyvanın başının ruhu bədənindən çıxmamış ayırmaq olmaz. Bəzən tələsirlər, tez ayırırlar heyvanın başını bədənindən. Ruhu çıxmamış heyvanın başını bədənindən ayırmaq olmaz ki, fərqlərimiz vururlar. Müstəhəbbatı var bu əməlin. Hansı işlər müstəhəbdir heyvan kəsəndə? Kəsəndə 2 əl, bir ayağı bağlamaq. 2 əl, bir ayağı bağlamaq müstəhəbdir. Və o biri ayağını açıq saxlamaq ki, hərəkət eləsin, qan bədənindən tam axsın. Heyvana əvvəl su vermək. Müstəhəbdir. Kəsməmişdən xos su vermək. Və bıçağı yaxşı itləmək və sürətlə başını kəsməkdir. Əziyyət verməsin heyvan. Bəzən olur ki, bıçaq küt olur, o qədər sürtürlər ki, heyvan əziyyət çəkir. Məhkruh əməlləri var. Hansı işlər məhkruhdur və əməl edilmir. Bəyənilmir. Qan çıxmasın əvvəl dərisini soymaq. Hələ qan çıxdıqdan başlar ayaqdan dərisini soymaq. Məhkruhdur, bəyənilmir. Çıxsın, qutarsın qan, təmiz ruhu çıxsın bədəndən sonra başlayarsan soymağa. Öz cinsində olan bir heyvanın yanında heyvanı kəsmək məşhurdur. Başqa bir boyun kəsərsə, başqa bir boyunun yanında heyvanı həmən boyunu kəsmək məşhurdur, bəyənilmir. Gecə və cümə günü günortadan qabaq kəsmək. Bugün cümə günüdür. Amma həmən bugün bayram olduğuna görə hökm götürülür. Bayram əməli ki, gəl cümə günü düşür, bayram günü o həmən hökm götürülür. İnsan öz əli ilə bəslədiyi heyvanı kəsmək, özün ki, qulluq eləmirsən, özün bəsləmirsən, bir məhkruhdur, öz əlini ona kəsmək, ver başqası kəssin. Necə olsa, sən ona ki, qulluq eləmirsən, qəlbində ona qarşı mərhəmət var. Heyvanın əzaları sağlam olmalıdır. Qurban var ki, onun əzaları sağlam olsun, kör, axsa, qulağa kəsik, daxili boynuzun kəsilmiş, daxili boynuz, boynuzun içindəki ağ boynuzdur ki, ona daxili boynuz deyirlər, o kəsilmiş olmasın. Və bölünməsi, təqsim, qurbanı 3 yerə bölürlər. Bir hissəsi insan həmən kəsən özü üçün saxlayır, bir hissəsi yaxın qohumlar arasında bölüşdürülür və bir hissəsi də fəqirlər arasında bölüşdürülür. Və qurban kəsərkən Ən'am surəsindən 79-162-ci ayələr oxuması başa yaşdır, müstəhəbdir ki, o ayələr oxunsun ki, bizim dövrümüzdə qurban duası adıyla məşhurdur ki, Quran-Kərimin Ən'am surəsinin 79 və 162-ci ayələrdir. Pərverdigara, həm bizdən, həm də hac ziyarətində olan əzizlərimiz var ki, onlar da qurban kəsilər bu günlər, həmən bu qurban ibadətini bunlardan da dərəcəyi kabul edir inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad,
ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan